Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə etdiyim kiçik yeni il alış-verişlərini birləşdirib bir vlogda paylaşmaq istədim. Qarayevdə yerləşən Sevinç Mola gəldik. Bura açılandan gəlmək istəyirdim, amma bir türlü gələ bilməmişdim. Həm də burada bir dənə mağazin var, ən çox ondan ötəri gəldim. Mini suyu görmüşkən orada girmək istədim. Çünki Yusif üçün termos axtarırdım. Əslində termosu var idi. Biz amma onu toya gedərkən orada unutduq qaldı və ona yeni termos almalıyam. Amma burada istədiyim bir model tapa bilmədim. Amma belə endirimdə olan məhsullar var idi. Daha sonra Olivia'ya keçdim. Orada da endirimlər var idi. Sizin üçün də biraz çəkdim bu endirimlərdən. Hədiyyə almaq üçün də burada çox gözəl hədiyyəlik bağlamalar var idi. Qiymətlər də yəni yaxşı düşmüşdü. 29-dan 19-a düşmüşdü. Mən bunları seçdim. Evdə sizə daha ətraflı göstərəcəm. Yusifi atası ilə oyun zalında qoyub mən rahat bir şəkildə baxmaq istədim. Deməli, bu mağazinə gəlmək istəyirdim. Çoxdandır Sinsay mağazası. Buranı çox tərifləyirdilər. Məhsulları və qiymətləri də olduqca sərfəlidir deyirdilər. Qiymətləri əslində yaxşı idi, yəni normal idi. Molda yəni olan mağazinlərə görə yaxşı idi. Molda olanlar yəni biraz qiymətləri yüksək olduğuna görə, amma bura adi mağazinlər qiymətinə idi deyə bilərəm. Amma mən çeşid çox görə bilmədim burada. Yaxşı məhsullar var idi, amma çeşid çox yox idi. Mən düşündüm ki, burada yeni ilə aid çeşid daha çox olar. Ən çox paltar daha çox idi, belə deyək. Paltar çeşidləri çox idi uşaq üçün, qadınlar üçün və kişilər üçün. Qabdır, dekorlardı, amma məncə az idi. Yəni 1-2 sıra idi, belə deyim. Çəkdiklərim deyəncə demək olar ki. Amma burada olan fincanlar bəyəndim, həm də qiymətləri olduqca yaxşı idi. Bəzi mağazinlərdə, yəni çox belə şişirdilmiş qiymətdir. Daha sonra gəldik, yemək yedik və evə qayıtdıq. Çox da bir şey ala bilmədim, çünki orada çox da mağazin yox idi. Yəni olanlar da mənim zövqümcə deyildi. Yeməklərin biz yedik, oyuncaqları isə Yusifin oldu. Olivia'dan aldıqlarımı göstərmək istəyirəm. Əslində Olivia'dan bir şey almaq düşünmürdüm. Sadəcə endirimlər var idi deyə girdim, baxım ki, nəsə ehtiyacım olsa alım. Daha sonra bunları gördüm. Bunlarda ehtiyacım olduğu üçün aldım. Deməli, belə bir gel maskası aldım. Bunu çox bloqerlərdə görürdüm. Bunu həm üzə, həm saça, həm də bədənə istifadə etmək olur. Amma mən üzüm üçün almışdım. Bunu istifadə edəcəm. İstifadəsini də sizinlə də bölüşərəm. Bir dəfə istifadə etdim, amma çox da belə bir təsirini görmədim. Bir neçə dəfə istifadə etsəm, bəlkə hardasa. Digəri isə Rexona aldım. Bunu daha çox tərifləyirdi orada işçi. Bunu aldım, yoxlayım. Daha sonra isə otaq üçün belə bir parfüm aldım. Bunun iyisini orada çox xoşladım. Yəni mən şirin qoxular sevirəm deyə. Bu da şirin qoxudur. Çox da belə boğucu şirin deyil, amma yaxşı bir şirin qoxudur. Amma onu da deyim ki, 2 gündür açmışam. Yarısı gedib demək olar. Yəni tez uçdu. Maskanın tərkibində yaşıl çay və aloe ekstratı var. İlıq su ilə qarışdırıb 15 dəqiqə üzdə saxlayıb sonra yumalı idi. Belə yazılmışdı. Ertəsi gündən sizi salamlayıram. Yenə çıxdım ki, mağazaları biraz gəzeyim. Yenilə aid görüm nələr tapa bilirəm. Deməli, Qarayevə gəldim. Burada 1 manatlıq mağaza var idi. Bu qızıl qabları çox bəyəndim. Məncə qiymətlər də çox uyğun idi. Belə bir uşaqlar üçün də saç aksesuarları var idi 1 manata. Daha sonra oradan çıxıb Miraya gəldim. Miray cehizli
Burada isə yeni ilə aid çox gözəl şeylər var idi. Hər birini sizin üçün çəkmişəm. Bu ilin trendi olan bu bantiklərdən də var idi burada. Bunlar çox keyfiyyətli idi. Yəni belə parçalar da çox gözəl idi. Çaşkalar isə burada həddindən artıq çox çeşid var. Və dizaynları da bir-birindən gözəl idi. Amma onu deyim ki, yəni qiymətlər çox baha idi. Yəni məncə bir çaşkaya görə 12 manat, 15 manat, 18 manat çox bahadır. Yəni Tembolidə bu yeni il çaşkasıdır. Yəni bu 1-2 aylıq da, yəni uzağı 2 ayda heç olmur, 1 ay istifadə edirsən, sonra qalacaq. Amma çox yerdə belədir qiymətlər, bəzi yerlərdə normaldır. Sunumluqları çox bəyəndim. Şirniyyatçın, konfetçin çox gözəl idi. Hələ buna bayıldım. Almadım. Əslində almaq fikrim var idi. Bir konfet qabı, bir də şirniyyat qabı almaq fikri ilə gəlmişdim. Bir də çaşka falan. Amma ki düşündüm ki bir də konfet qabı alsam yetərlidir. Çünki qiymətlər çox bahadır. Amma mən yeni il əşyalarını çox sevirəm. Qabları, suvenirləri, hər birini mağazalara gəzib onlara baxmaq belə ayrı bir zövq verir. Bunlar isə hər biri 5 azinə idi. Belə bir suvenirlər idi. Gözəl görsənirdi. Qızlar, belə bir budaq aldım. Bunu Miray Cehizlikdən almışam bunların hamısını. Bunun uzunluğu səhv etmirəmsə 2.70 olmalıydı. Yəni bu nazik belə bir şeydir. Bunu məsələn pləkana, televizor altlığına falan belə qoymağa qəşəng görsənir. Üstünə də oyuncaqlardan yapışdırırsan və yaxud da qoza daha qəşəng görsən. Elə olanlar da var idi əslində hazır. Prosta onlar çox baha idi. 30 neçəyə falan idi. Amma bu 2.70 uzunluğundadır. 10 manata idi. Bir də hamısını açmıram çünki tökülür yarpaqları. Bunu özüm üçün almadım. Bunu bacım istəmişdi, onun üçün aldım. Mən keçənləri özüm üçün almışdım belə bir şey. Bunu kəsdim, yarısını qapı üçün çələng düzəltdim. Yarısını isə TV standın altına dekor kimi düzəltdim. Onun şəkilləri olsa yerləşdirəcəm. Bunu yerləşdirim paketə, digərini açaq. Daha sonra belə bir xaladelnik üçün içlik deyək də ondan aldım. Əslində belə şeylər sevmirəm xaladelnikin içinə qoymaq, amma xaladelnikin şüşələri cızılırdı deyə düşündüm ki, alsam daha yaxşı olar. Əslində açıq limonlu falan var idi. Onlar isə belə metrə ilə idi. Onları kəsib qoymaq lazım idi. Amma bunlar belə özü kəsilmişdi də. Yəni içində də 4 dənədir. 4 dənə yəni bəs edir də, 4 dənə bölmə var deyə. Sərərik, birlikdə baxarıq, görə necə olacaq. Daha sonra belə yastıq üzü götürdüm. Bunları çox sevdim, çox şirindilər. Belə işləməlidir yəni üstü. Çox qəşəngdir. Belə qırmızı rəngin, bir də belə tünd sin rəngi. İkisi də eynidir, amma bu qırmızı, o qırmızıdır, bu sinidir. Bunları bir yerdə içlin yığarıq. Buna sintifon alacağım. İndi çatdırıb ala bilmədim. Çünki orada yox idi mən getdiyim yerdə. Başqa bir yerdən alıb onları bir yerdə yığarıq. Daha sonra belə bir diş pastası 3 manat 50 qəpik idi. Marketlərdə çox baha olur. Amma bu uyğun qiymətli idi, aldım. Daha sonra isə belə bir brelok aldım açarımdan asmağa. Çox şirindir. Bir də belə bir qapaq aldım. Mən Yusifin qazanının qapağı düşmüşdü. Ona taxmaq üçün bilmirəm, taxa biləcəm yoxsa yox. Onu gördüm və aldım. Və ən əsası bu çaşkalardan ətəri getmişdim.
Görün necə gözəl görsənir. Əslində o biri yekə qırmızılı şaxtaba balı falan var idi, çəkmişdim sizin üçün. Çox sevmirəm. Əvvəl çox sevirdim, amma daha sonra sevmirəm. Biraz sadə bir şeydə xoşlayıram artıq. Mənim özümdə də elə bir şey var. Kuklalı videoda göstərərəm. Elə olduğu üçün dedim ki, bir də digəri isə belə sadə olsun da, yəni eyni tip almayım. Bu məncə həm sadədir, həm də yeni ilə aiddir. Bundan da 2 dənə aldım. Birini özümə, birini isə yoldaşıma. Bunun qiymətini çəkmişdim orada da sizin üçün 3.50 idi. Hədiyyəlik də məncə almaq olar. Qiyməti çox uyğundur və çox qəşəngdir. Yoldaşım belə şəffaf çaşkalar xoşlayır. Mən ona bir neçə dəfə rəyli çaşka almışam, amma sevmir. Elə şəffaf çaşkası var, həmişə onu da içir. Düşündüm ki, bunu da sevər, ona görə şəffafdır deyə aldım ikimizə də. Və sizə qiymətlərini də demək istəyirəm almaq istəyənlər üçün. Deməli, qazan qapağı 1 manat idi və brülok 1 manat, bir də xaladenik içliyi 1 manat. Onlara toplam yəni 3 ədəd yazılıb 1 manat, hərəsi 1 manat da, yəni 3 manat. Daha sonra isə diş pastası 3.50. Daha sonra balış üzü 6 manat idi bir ədədi. Əslində mən səhifədə 6.50-yə görmüşdüm, səhv etmirəmsə, amma 6 manat imiş. 2 dənə isə 12 manat. Daha sonra isə çaşkalarda 3.50-dən 7 manat və bu yaşıl budağı isə dekor üçün olan 10 manat. Bu qədər toplam 35 manat tutdu. Qızlar, bir də bunu göstərməyi unutdum. Orada da çəkmişdim sizin üçün. Başqa cürlər də var idi. Mən belə ayıcıqlı aldım. Yusuf üçün içində şirniyyat falan bişirməyim. Qiyməti də 2 manat 50 qəpik idi. Belə inşallah ki, yaxşı çıxar içindən, qırılmaz. Pişirəndə də sizin üçün çəkəcəm. Soyuducu təmiz olduğundan bir dəfə silib bir salfeti ilə sildim. Duruşunu o qədər sevməsəm də, amma məcbur istifadə edəcəm. Çünki şüşələr dediyim kimi cızılır. Bir də ki, qısa gəldi. Nəsə belə tam deyildi. Biraz qəribə görsəndə, amma bir müddət belə istifadə edəcəm. Bir də rəngini istəyərdim ki, daha soft, açıq rənglər, bej rənglər falan olsun. Amma o rənglər olmadı. Tünd rənglər var idi. Daha sonra bizə yaxın Super Toys mağazası var idi. Ora gəldim. Çünki konfet qabı hələ də almamışdım. Onu almaq istəyirdim. Dedim, burada baxım və nəhayət burada tapdım. Biraz əslində böyüsünü istəyirdim, amma ev yoxdur, belə də olar. Böyləri bitmişdi çünki bu balacalardan qalmışdı. Bundan aldım bir ədəd. Sonra gördüm ki, Super Toys'un yanında Dekoliv mağazası var imiş. Mən heç bilmirdim oranı. Çox Instagramda görürdüm səhifələrin. Yaxşı əslində məhsullar görürdüm Instagram səhifələrində, amma bu filialda nəsə o qədər də çeşid yox idi. Az idi yeni il məhsulları. Belə ümumilikdə yaxşı məhsullar var idi, amma yeni il məhsulları az idi. Burada yaxşı fincanlar var idi, sadə, yəni yeni il abu-havası olmayanlar. Qiymətlər də çox uyğun idi, 1, 2, 3 manat aralığında idi. Bu səbətə də bayıldım, çox qəşəng idi, amma qiymət də çox baha idi. Kartof soğan səbəti idi. Super Toys'dan deməli belə bir oyuncaq aldım. Bunu hədiyyəlik almışam. Belə xoşuma gəldi. Bu soyuducudur. Bu da cürbəcür belə qablarıdır. Daha sonra bunu sizə orada göstərdim. Bunu da Super Toys'dan almışam. Belə bir konfet qabı, şirniyyat qabı, yəni kiminə qoymaq istərsə. Əslində mən bunun böyüsündən istəyirdim. Sadəcə böyüsü yox idi. Dedilər bitib. Belə balacaqlar qalmışdı. Balacanın da qiyməti 12 manat. Orada bundan da bu boydaydı əslində. Sadəcə ayağı yox idi. O göstərdim videoda da sizə.
10 manat 50 qəpik idi onlar. Məncə bu biraz belə hündürdür, bu daha yaxşı görsəndi. İndi buna konfet əlavə edib qoyacağım stola. Daha sonra Dekolivdən sadəcə belə bir dənə şam aldım. Başqa orada çox da bir şey beğenmədim. Yəni normal hər yerdə olan şeylər idi. Amma bunun qoxusu çox gözəldir. Orada iri şamlar da var idi. Qoxuları çox gözəl idi. Şaxta baba biraz görsənmədi, amma belə oldu yəni. Az konfet tutur. Mənim qoyduqlarım da biraz iridir. Bu balacalardan qoymaq olar. Bunun içinə belə çıxlı konfetlər. Balaca peçeni falan qoymaq olar. Yəni belə şirin bir qabdır, amma biraz balacadır. Və qızlar, axşam qonaqlarım olacaq. Ona görə biraz evdə tutuşmayan şeyləri aldım. Belə bir yağ aldım. Yəni endirimdə idi bu yağ. Qiymətinə baxacağım. Belə bir bud aldım. Toyuğum var idi, amma o bütöv idi deyə bud aldım ki, bud daha yaxşı olur qızardanda. Kartofla qızardacağım, başqa yemək edəcəm. Belə bir çərək yağı aldım, kalinka. Daha sonra isə çoxdan popcorn almırdım. Popcorn aldım ki, uşaqlar üçün edirəm. Qədər. Deməli bunlara 25 manat pul vermişəm. Yağ isə endirimə düşmüşdü 9 manat 28 qəpiyə. 10 neçə manat idi, səhv etmirəmsə 13-14 manat aralığında idi. Yerləşdirim bunları yerinə. Çörək yağını buzluğa qoyuram, biraz donsun, çox da yox, biraz donsun. Daha sonra onu doğrayıb qaba yığıram. Elə daha rahat olur istifadəsi. Paketləri isə qatlayıram, böyük paket olanda. Çox vaxt balaca olanda atıram gedir, amma belə böyük olanda bunları yəqin ki bu qatlamağı hamı bilir. Belə qatlayıb yığıram, daha az yer tutur. Və qızlar, burada kiçik bir dəyişiklik etdim. Əvvəl bu ədviyyat qabı orada idi, bunlar isə burada idi. Biraz dəyişiklik elədim, çox da bir fərqi olmadı, amma sizcə necə oldu? Əslində istəyirəm bu ədviyyat qablarını buradan götürmək, burada daha biraz geniş yer olsun, çünki mənim mətbəxim balacadır deyə. İstəyirəm ki, yer geniş olsun. Siz nə düşünürsünüz? Amma bunları da buradan yığışdırsam hara yığacağam? Şkafların da içində yer yoxdur. Belə bir qərarsızlıqda qalmışam. Bir dənə də bundan almaq istəyirəm ki, bu zeytun qabın, yəni zeytun yağı tökmək üçün o zeytun qabını götürüm. İkisi də bundan olsun. Amma bundan tapa bilmirəm hələ ki. Buna oxşarlar var, amma ümumda bundan istəyirəm ki, eyni olsun. Yəni dəst kimi görsənsin. Çünki bunun altında taxtası da var. Bu əslində başqa bu tipdə yağdanlıqlar var idi. Bir ara dəbdə idi, onun atdığıdır. Onları atdım. Taxtasını saxlamışdım. İndi bundan alsam, bunlar daha qəşəng görsənər burada. Bir də bunun arxası üçün taxtalar almaq istəyirəm. O belə tünd rəngdə taxta olar. Yəni dekoru üçün. Onları oradan götürərəm. Onda daha yaxşı görsənər məncə.
Qızlar, dünənləri dolma bükmüşdüm. Buzluğa qoymuşam. Mən dedim ki, büküm qoyum, lazım olar və üstündən bir gün keçməmiş lazım oldu. Əslində edəndə adam etmək istəmir, çətin gəlir ki, amma belə qoymaq yaxşıdır ki, sonra lazım olur. Buz bağlayıb da qoyacağım, biraz açılsın, sonra bişməyə qoyacağım. Və başlayıb yağı kesib. Baxacağım, bunu kəsib qoyuram elə. Biraz qoymuşdum buzluğa ki, marketdən gətirəndə biraz ərinmiş kimidir. Kəsəndə yəni daha yaxşı kəsilsin də. Belə doğrayıb yığıram, rahat olur. Sonra hər dəfə götürəndə doğramaq çətin olur yəni. Nə bilim, yəni tələsirəm falan filan. Və nəhayət doğradım. Belə oldu, belə rahatdır, yəni kubik. Yeməyə də qoyanda belə, yəni ikisini atıram, üçünü atıram. Və qoyacağım bunu buzluğa. Və qızlar, qonaqlarım gəldi. Çox bir şey çəkə bilmədim. Üzlərini göstərə bilməyəcəyimə görə həm çəkə bilmədim, həm də iş falan gördüm deyə başım qarışdı. Sağ olsunlar, belə bir hədiyyə almışdılar Yusif üçün. Düşmanı var. Korkut. Hepimize farklı zamanlar. Bu arada axşamki qablarımı bura yığmışam. Məndə əslində marka 2 gözlüdür. Həmişə bura yığırdım. Sadəcə orada qurumur, yəni yaş qalır. Ona görə bura yığıram. Burada daha yaxşı quruyur, amma sonra silirəm. Çünki silməsəm ləkəsi qalır. Əslində quruyub, amma silirəm ki, ləkəsi qalmasın deyə. İndi bunları birlikdə silək. Bizə belə bir pay gəlib, yoldaşıma klienti gətirir, heyvadır bunlar hamısı. Yaxşı yumuşaq heyvadır, yemək üçün yaxşıdır, mən bişirmirəm.
Anam, bacım, qaynanam verir deyə bişmişlər. Ona görə biz elə belə yeyirik bunları. Yeməyim də hazır. İndi evləri peysuslayıb, sonra burada yoldaşım göyərtlər alıb onları təmizləyəcəm. Və evləri peysusladım, tozları aldım, polları sildim. Amma bunların hər birini çəkmirəm, çünki hər dəfə eyni şeylər sıxıcı olar. Bir dəfə birini göstərəndə, o bir dəfə onu göstərmirəm ki, sıxıcı olar deyə. Və mən evləri peysuslayana qədər gördüm ki, Yusif yatıb qalıb, onu da gətirib yerinə qoydum. Günorta yuxusuna yatır. Çiçəklərimi də sulayıram. Bu kaktüsü mən özüm əkmişəm. Qaynanam vermişdi bunu mənə. 3 dənə idi bu. Amma görün bu nə qədər də çoxalıb. Çox qəşəng görsənir. Qızlar, axşam rutinimizi də birlikdə edək. Deməli gedirəm üzümü yumağa və maska qoymağa. Hamam otağında çəkə bilmirəm, çünki orada havalandırma işləyir. Onun səsindən, yəni səsim daha yaxşı düşməz deyə burada çəkdim. İlk öncə belə bir skrabdan istifadə edirəm. Deməli bu çox yüngüldür, yəni digər skrablar kimi deyil. Bunu hətta hər gün istifadə etmək olar. Bunu da bəyənirəm, yaxşıdır. Bununla ilk öncə yudum. Daha sonra isə Biodermadan. Bunu mən hər gün istifadə edirəm. Daha doğrusu gündə 2 dəfə istifadə edirəm, səhər və axşamlar. Bunun əslində deyirlər ki, yəni üzdəki səpkilərə qarşı yəni yaxşıdır, amma mən səpkilərin aparmağını görmədim. Yəni məndə yüngül də olsa səpkilər var, amma aparmadı. Amma belə yaxşıdır, yəni üzü yumşaldır və çoxdur da, yəni bir ildən çoxdur bəlkə istifadə edirəm. Yarı hələ olub. Daha sonra isə bu maskanı istifadə edəcəm, amma maskadan əvvəl bu gold maskanı istifadə etdim. Bu isə birinci dəfə də istifadə edirdim gold maska. Mən bunu yəni bir dəfə, 2 dəfə istifadə edərəm düşünürdüm, amma çox getdi. Hətta videoların birində göstərmişdim, açmışdım bunu. Yəni indi sonu oldu, bitdi. Bunu qoydum üzümə. Bundan yəni yenə almağı düşünürəm. Çox yaxşıdır. Üzdəki qara nöqtələri belə təsir göstərir. Yəni yaxşıdır. Bundan sonra isə bu maskanı qoyacağam, parça maskanı. Mən bu maskalardan çox istifadə edirəm. Yəni hər dəfə kosmetik mağazalara gedəndə 2-3 dənə alıb qoyuram ki, çünki çox istifadə edirəm. Və qızlar, axşam rutinimizi də birlikdə etdiyimizə görə sizlə burada sağollaşmaq istəyirəm. Videonu çox uzun tutmaq istəmirəm. Qısa və maraqlı videolar çəkmək istəyirəm. Kanalıma abunə olub like qoymağı unutmayın. Bu mənim üçün çox önəmlidir. Sizin üçün sıxıcı ola bilər bu dediklərim, amma mənim üçün çox önəmlidir. Bura qədər izləyən hər kəsə təşəkkür edirəm. Sağ olun.